Aleykümselam ve rahmetullahi ve berekatuhu. Soruşursan ki bir kəs Qur'anı yerə tullasa, onu yandırsa, yəni ihanət olaraq da başa düşürəm sən dediyindən, xata ilə yox. Bu kəsin cahilliğinə üzr ola bilərmi? Yəni bu əməl İslamı iddia edən bir kəsdən baş verərsə də, o kəsin cahilliyinə üzr yoxdur. Bir müsəlman deyək ki, özünə müsəlman deyir, sonra bu əməl edir, Quran tullur, yerə cırır, yandırır, yəni o ihanət niyyəti ilə edir də bunların hamısını. O insanın cahilliyinə nədir? Özür yoxdur. Amma başqa maneələr ola bilər. Ola bilsin həmin vaxtı qəsd eləməyə bilər. Əsəbli olar, əsəbin olub, yüksək dərəcəsi nə etdiyini bilmir. Məcbur ola bilər, ikrah altında ola bilər. Bu maneələr ola bilər, amma cahilin özü xeyir yoxdur. Yəni bizdə hamı bilir ki, yəni Qurana belə hərəkət eləmək olmaz Allahın kitabına qarşı. Edən kəs, yəni hökmü kim belə edərsə də bunun hökmü küfrdür. Edən kəsə kafir olur. Amma müəyyən şəxsə gəldikdə bu maneələrə baxılır. Yalnız cahilliklə təvil bu maneələrin içində yoxdur. İkrah və yaxud da ki, ağıl başından getməsi. Bu hal istisna ola bilər. Bəzi hallarda görürsən ki, Quran səhifələr, mushaf o qədər köhnələr ki, oxumaq da olmur. Bəs onu necə? Onun niyyətin ayaq altında qalmasın, düşüb dağılmasın, Allahın kəlamı ihanət olunmasın deyə yandıra bilərsən. Əgər o vərəqlər üzülübsə də, yəni və dağılırsa da istifadə eləmək olunur. Bu yandırmaq bu niyyətdə olar ki, ihanət olunmasın və ayaq altında dağılıb, tökülüb dağılmasın. Gələcək Allah bilir.